Herkese salam. Kanalıma ve videoma hoş geldiniz. Bugün sizinle birlikte sual cevap videosu çəkirəm. İlk öncelikle onu demeliyim ki bu şekilde postla paylaşmıştım ve videoda paylaşmıştım ki suallarınız varsa suallarınızı yazın, sual cevap videosu çəkəcəm. Və nə qədər sual gəlsə artıq ona uyğun çəkəcəm çünki çox da uzada bilmərəm. Onda gəlin çox uzatmadan videoya keçək, amma videoya keçmədən qabaq videoya like atıp kanala abunə olmağı unutmayın. Onda gəlin sizinlə birlikdə videoya keçək. Deməli dostlar, indi telefon aldım, gəldim. Əslində bayaqdan var idi əlimdə postu. İndi YouTube'a girəcəm. İlk öncə məncə postdan başlayaq, yəni postlardan başlayaq. Sonra videonun altındakı yorumlardan devam edərik. Onda başlayaq videoya. Deməli dostlar, ilk başlayıram. Bu arada bir yoruma 4-5 tane falan 6-7 tane sual da, yani bir insan 6-7 tane sual da yazdı. Ben onların hamısını əlbəttə ki cavablandıracağım. Deməli ilk sualdan başlayıram. Ən böyük xəyalın nədir? Ən böyük xəyalım, yəni yəqin ki ünlü bir dansçı və ya da bloger olmaqdır. Yəni bir də YouTube'da 100.000 olmaqdır. Ya ünlü dansçı olmaqdır ya da 100.000 takipçi olmaqdır YouTube'da. Sonra ən sevdiğin dostun kimdir? Ən sevdiğim dostum... Ya məncə videolardan da var, yəni videolar etmişdim, akımlar filan. Nazlıdır, rəqsdən qızdır, yəni onunla çox yaxınam. Çünki dar günümdə, hər anda mənim yanımda olub. Yəni ən yaxın dostu elə olmalıdır məncə. Ən qorxulu anım necə idi? Yəni ən qorxulu anım yox idi məncə. Ən qorxulu anım yoxdur, yəni. Heç yadıma düşmür amma. Mən o qədər qorxulu bir anı yaşamamışam. Bilməm, yəni. Niyəm? Sonra, ən sevdiyin hobbin nədir? Ən sevdiyim hobbim rəqs eləmək və musiqiyə qulaq asmaqdır. Keçmişə gedə bilsəydin hansı səhvini düzəldərdin? Keçmişə gedə bilsəydim, yəqin ki bilmirəm, şu anda oturup düşünməliyəm onu da uzun bir müddətdə. Getdim, düşündüm və gəldim nə idi? Bəzi insanlarla dostluq heç etməməkdir, yəni heç tanış olmamaq idi. Yəni heç tanış olmazdım çaşda, yəni elə idi. Yəni keçmişə gedə bilsəydim onu düzəldərdim. Dərya cavablasan sevinirəm, cavabladım. Sonra digəri ilə davam eləyək. Yazıb ki, Dərya salam, adımlar dedə videoda neçə dəfə demişəm. Deməyibsən, dedə nə olur, adım Nəzrindir. Nəzrinə salam olsun. Sonra suallardan başa 15 dənə sual yazıb. Və sonunda birinci sualdan başlayaq. Böyüyəndə nə olacaqsan? Böyüyəndə, yəni yəqin ki, dediyim kimi dansçı olmaq istəyirəm, ünlü bir dansçı və ya da dans müəlliməsi olmaq istəyirəm. 2. Ən sevdiyin rəng. Ən sevdiyin rəng məncə videolardan da açıqca bilinir. Mavi, gecə mavisi, tünd mavi. 3. Ən sevdiyim maşın markası. Tesla deyərəm. Yəni Tesla məncə yaxşıdır. 4. Ən sevdiyin yemək. Ən sevdiyim yemək lahmacun. Hətta bir ara ekran şəklindən kilit ekran şəklimi lahmacun eləmişdim. Lahmacun şəkli qoymuşdum. Bürcün nədir? Bürcüm türkcə başaqdır. Amma Azərbaycanca qızdır, qız bürcüyəm. 6. Ad günün nə vaxtdır? Ad günüm 2012-ci il 19 sentyabrdır. Yəni 19.09.2012. Niyə bu qədər ciddi bir şəkildə sanki kimsə açıqlama vermiş kimi danışdım bilmirəm. Sonra ən sevdiyin heyvan nədir? Ən sevdiyim heyvan dovşan və pişik. Dovşan və pişikləri çox sevirəm. Ən sevdiyim makyaj əşyası allıq və tint. Tint çox sevirəm, tint həqiqətən. Ən sevdiyim dərs. Ən sevdiyim dərs ana dilidir, amma müəlliməsinə görə istəyirəm də. Yəni normalda çox belə
Yəni dərsə çox marağım yoxdur, amma müəlliməyə görə ana dili. Ana dili və ədəbiyyat. Bir əşya olsaydın nə olardın? Əşya olsaydım tint olardım. Yəni tint də bir əşya sayıldığı üçün tint olmaq istəyərdim. 11. Ən sevdiyim dil. Yəni dil öyrənməklə çox bir aram yoxdur. Amma belə Koreya dilini yəni əgər çox belə böyük bir həvəsim olsa Koreya dilini həm öyrənmək istəyərəm, həm də ən sevdiyim dildir. Ən sevdiyim insan, bu arada bunu da deyim, bəziləri Koreya dilini və yaxud da məsəl üçün kimsə bilsin, mən Koreya getmək istəyirəm və yaxud da mən Koreya dili öyrənmək istəyirəm deyənlərə belə cringe falan budur. Mən heç cringe bulmuram, yəni məncə çox normal bir şey. Kimsə Koreyanı çox sevə bilər, Koreya dilini öyrənmək istəyə bilər, bu çox normal bir şeydir. Ən sevdiyim insan anam, atam, bacım, yəni bir də dostlarım. Yəni dostlarım da hamısının adını çəkmirəm, çünki çox dostum var. Bir sehir gücü istəsəydin nə olardın? Yəni hansı bir özəlliyə görünməz olmaq istəyərdim. Uşaqlıqdan bu yana həqiqətən görünməz olmaq istəmişəm. Ən sevdiyim fəsil qış. Mən qışı xoşlayıram, belə qar filan. Düz qışda çox qar yağmır. Amma nəysə də heç nə olmaz. Qışı bir də siz niyə xoşlayıram? Belə soyuq olur. Mən çox istini sevən bir insan deyiləm əslində, düzünü demək gərəkirsə də. Çox istini sevmirəm, o qədər isti ilə aram yoxdur, yəni. Ona görə qış fəslini çox sevirəm. Ən nifrət etdiyim insan, cavablasan sevinərəm. Ən nifrət etdiyim insan, yəni burada adını çəkmək istəmirəm, amma bir dənə var, ismini nifrət etdiyim, hətta yox, 2 dənə var. Amma ad çəkmək istəmirəm də burada, yəni hər şeysin özəli var, mən bütün özəlimi bura qoymaq məcburiyyətində deyiləm. Sadəcə 2 dənə var, bunu dedim. Onda keçək digər suallara. Deməli olsa, indi digər suala keçirik. Hansı diziləri izləyirsən? Yəni, dizi izləmirəm mən, düzünü demək lazımdırsa əgər. Mən K-drama izləyirəm, Koreya filmləri izləyirəm. İzlədiklərimi də bura qoyaram. Bura belə qoyaram. Yəni, onları izləmişəm hələ ki. Mən o qədər kino falan izləməyi çox sevən bir insan deyiləm, əslində düzünü demək lazımdırsa da. Mən yəni xoşlamıram. Bilmirəm, mənə maraqlı gəlmir o qədər. Onda keçək digər suala. Əslində suallara deməliydim, çünki yenə çox sual var. Nəsə, onda cavablandırmağa başlayaq. Adını özün seçsəydin nə olardı? Adını özüm seçsəydim, ya Mərvə istəyərdim, ya Dəniz, ya da Damla. Yəni, bu 3 addan birini istəyərdim. Ya da Aysu. Aysu, yəni axırından nə olan yox. Yəni, Aysu. Peşənin nə olmağını, yəni hansı peşə olmaq istəyirsən gələcəkdə. Peşə olaraq, yəni dediyim kimi dansçı ya da dans müəlliməsi olmaq istəyirəm. Qardaşım və ya bacım var, balaca bacım var. Yəni özümdən 2 yaş balacadır məndən. YouTube-a necə başlamısan? YouTube-a yəni çox belə, necə deyim, böyük bir anı yoxdur əslində YouTube-a başlamaq anında. Amma ki, yəni sadəcə bir gün yəni telefon aldım ilk və telefon alandan sonra dedim ki, yəni əslində mənim bundan da qabaq, bu kanaldan da qabaq bir kanal da olub. Yəni axırda əgər cəsarətim olsa, adını deyəcəm ki, baxarsınız. Çox cringe və çox yəni bərbad videolar var da o dərəcədə. Baxmaq istəməzsiniz də. Nəysə, yəni o səhifə var idi elə. Ondan sonra o səhifə bağladılar. Ondan sonra dedim ki, niyə yenə təzədən YouTube-a başlamayayım dedim və bu səhifəni açdım. Və videolar çəkməyə yəni davam elədim. Video atdım filan. Hədəfin neçə abunədir? Hədəfim, yəni əgər indi soruşursunuzsa 1000 abunədir. Ondan sonra isə 50.000, sonra da 100.000. Yəni hədəfim budur. İnşallah 100.000 plaket alarıq bizdə. Bu qədər, bye. Sonra biri yazıb, harada yaşayırsan? Bu necə sualdır? O qədər
nə deyim, mənasız sualdır ki, həqiqətən bununla boş yerə burada yaddaş doldurmayacağım, heç kimin də vaxtını almayacağım, bu sualı keçirəm. Neçə yaşım var? 14 yaşım olacaq bu il inşallah, sentyabrın 19-u. Sinif yoldaşlarım videolarım haqqında nə düşünür? Yəni, sinif yoldaşlarım videolarım haqqında mən YouTube-a 7-ci sinifdə başlamışdım. O vaxtlar çox belə şey deyirdilər də, belə gəlirlər, lağ edirdilər falan, yalanlar sözü mənə gəlirlər, deyirlər, blogerlər, ya nə vaxt yeni video falan gic-gic zarafatlar edirdilər, çox gülməli olduğunu düşünürdülər, dırnaqarası gülməli idi. Yəni, onlar üçün gülməli idi, amma mənim üçün o qədər gülməli deyildi əslində. Yəni, amma bu ilə isə deyə bilmirlər, yəni, deyə də bilməzlər, yəni, deyənin cavabını verərəm. Necə deyim? Yəni, əsas, necə deyim, adımla, sanımla YouTube-da dedim, video paylaşıram. Yəni, gedib gic hərəkətlər eləməkdənsə, bu şəkildə normal videolar paylaşır, YouTube səhifəsi işlətmək 1000 qat yaxşıdır. Sadəcə bunu deyəcəm sizə. İlk sevdiyim idol kim idi? İdol Jennie idi, yəni Blackpink'dən Jennie. Mən hətta K-pop'a Jennie ilə başlamışam, yəni Blackpink ilə başlamışam. How You Like That dans performans videosu ilə başlamışam, hə. Sonra heç sinifini dəyişmişəm. 3 sinif dəyişmişəm. 2 sinif dəyişmişəm. 3-cüdür bu. Əvvəl 5 yaşlı hazırlıqda bir sinifdə oxuyordum. Sonra keçdim başqa bir sinifdə. 1-ci sinifdə, 4-cü sinifdə kimi o sinifdə oxudum. 5-ci sinifdə isə başqa bir sinifdə keçdim. İndi də o sinifdən davam edirəm. Bunu oxudum. Sonra adını özün seçsəydin nə qoyardın? Bayaqlarını bunu məncə cavabladın. Dəniz, Damla və yaxud da Mərvə. Bir də Aysu. Bir heyvan olmaq istəsən, hansı heyvan olarsan? Deyək, balıq olmaq istəyərəm. Ya da pişik olmaq istəyərəm. Sonra biri yazıb ki, böyüyəndə nə olmaq istəyirsən? Böyüyəndə dans müəlliməsi olmaq istəyirəm, dansçı olmaq istəyirəm. K-pop'a baxırsanmı? Bəli, K-pop'a baxıram. Hətta ən böyük fanlarından biriyəm. Ki, bəziləri sevməsə də. K-pop'u çox sevirəm. Hətta Blackpink'lə tanımışam K-pop'u və Blackpink'də çox sevirəm. Həqiqətən bəziləri cringe falan bulur, amma mən çox sevirəm və bunu da deməkdən utanmıram. Ya da heç kimdən çəkinmirəm burada. Ən sevdiyim idol var əlbəttə ki, Blackpink. Yəni Blackpink'dəki bütün üyeləri sevirəm. Rose, Jisoo, Lisa, Jennie. Hamısını çox sevirəm, amma ən çox biraz Jennie'ni sevirəm. Yəni Jennie biyaslıyam. Normalda 4 fanıyam, yəni. Yətiyən ayrım falan yoxdur burada. Ən sevdiyim rəng bayaqlarında demişdim, gecə mavisidir. Harada yaşayırsan, yenə eyni sual, harada yaşarsan elə, yəni Bakıda yaşayıram mən, tam belə qaldığım yer deyəmirəm, amma Bakıda qalıram. Manifestə baxırsam, manifestə də baxıram. Biyasın da Hilal ya da Zoktaydı, yəni o ikisindən biri. Mənim suallarım bu qədər. Əgər çəkmişsən, burada cavablasan deyə, tamam ki, çəkdim və cavabladım. İndi onda keçək videonun altındakı suallara məncə. Onda keçək digər suala. Sevdiyim biri var. Sevdiyim biri yəni yoxdur. Ən sevdiyim rəng hansıdır? Ən sevdiyim gecə mavisi, bayaqlarında dedim bunu zaten. BSG, KSG neçə bal toplayırsan? Ən kritik sual. Bunu demək istəmirəm. Yəni, amma deyim də 3-4 filan belə yəni. Arada olur 5 alıram. Ən sevdiyim fəsil hansıdır? Qış fəslidir. YouTube-a necə başladım? YouTube-a, yəni bayaqlarım dediyim kimi, maraqla başladım. Yəni, çox belə böyük bir hekayəsi yoxdur. Ən sevdiyim fən hansıdır? Ana dili və ədəbiyyat müəlliməsinə görə sevirəm. Yəni, normalda heç bu fəni sevmirəm, amma müəlliməsinə görə ana dili və ədəbiyyatı. Sonra digər, bu sual postları var idimə görə bunu cavablandırmıram. Digər sual, boyun neçədir? Boyum axırıncı dəfə ölçəndə 1.52 idi. İndi 1.53, 1.54 olar. Hətta 1.55 də olar. Suallar bu qədər idi. Bütün sualları cavablandırdım. Əgər, yəni, bir də yəqin ki, 1000 abunə olandan sonra çəkəcəm. Videonu bəyəndiysəniz, videoya like atıb kanala abunə olmağı unutmayın. İnşallah yaxında 300 abunə olarıq. Onda digər videolarda görüşəndə bye bye.